Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə MİQ imtahanına hazırlaşan müdavimlərimiz üçün sınavımızın izahını verəcəm. Bu sınavın Azərbaycan dili və kurikulum testlərini işləməmisinizsə, mütləq 055 527 2599 WhatsApp nömrəsinə yazın və 3 fən birlikdə işləyərək siz də imtahanda nə qədər bal yığa biləcəyinizi təxmin olaraq öyrənmiş olarsınız. Təbii ki, bu sınaq və bundan əvvəlki sınaq, bu iki sınağı mütləq imtahana getməmişdən qabaq işləyin və bu iki sınağın orta balını özünüz üçün təyin edin və bu iki sınağın orta balı sizin imtahan balınıza çox yaxın bal olmuş olacaq. Başladıq. Yarısı nazik, digər yarısı isə qalın olan 320 santimetrlik kök hər iki tərəfdən eyni anda dovşan və tısbağa tərəfindən yeyilməyə başlayır. Deməli bizim 320 santimetrlik bir kökümüz var. Yarısı qalın, yarısı nazikdir. Yəni 160 santimetri qalındır, 160 santimetri nazikdir. Heyvanlar hər ikisi normal sürətləri eynidir. Yəni bunlar hər ikisi yeməyə başlasa, normalda öz sürətləri bir-birinə nədir? Bərabərdir. Heyvanlar nazik tərəfdə 16 sm saniyə sürətlə, qalın tərəfdə isə 8 saniyə sürətlə kökü yeyirlər. Aha. Heyvanlar yeməyə başladıqdan, görüşənədək dayanmadan kökü yeyirlərsə, neçə saniyəyə kök bitər? Baxın, burada biri 16 ilə yeyir, biri 8 ilə yeyir, düzdürmü? Biri deyəndə, yəni ikisinin də normal sürəti eynidir. Bu heç. Amma qalın tərəfdə və nazik tərəfdə fərqli yeyirlər. Çünki kök qalın olanda daha gec yeyilir, nazik olanda daha tez yeyilir. Belə başa düşün ki, nazik 16 saniyə yeyilir, 16 sm/saniyə sürətlə yeyilir. Qalın tərəf isə 8 ilə yeyilir. Yaxşı, bunlar ikisi də başladı yeməyə, düzdür? Bunlar ikisi də yeməyə başlayanda birinci nazik tərəf yeyilib qutarılacaq. O vaxt ərzində də burada bir qalın hissədən nə qədərsə yemək yeyiləcək. İndi gəlin tapaq görək, nə üçün birinci nazik tərəf yeyilir və neçə saniyə yeyilir? Çünki nazik tərəfdə sürət daha çoxdur və biz deyəndə, yəni bu dovşan 160 santimetrlik kökü, nazik kökü 16 sürətinə yedikdə 10 saniyəyə buranı yeyib bitirəcək. Yəni 10 saniyə ərzində dovşan sol tərəfi yeyəcək. Təbii ki, həmin 10 saniyə ərzində tısbağa dayanmamış olacaq. O da nəsə yeyəcək. O da 10 saniyə ərzində 8 sm/saniyə sürətlə, çünki bura qalındır axı, bunun sürətli yemək olmur da, 80 sm yemiş olacaq. Deməli, məsələ necə oldu? Dovşan buradan bura qədər 10 saniyəyə, deməli 10 saniyəyə bunu yeyəcək. Həmin 10 saniyə ərzində bu da dayanmayacaq. İkisi eyni vaxtda başlayır baxın. Bu da 80 santimetri yeyəcək. Deməli bizim ortada qalın bir kökümüz qaldı. Qalın bir kökümüz. Nə qədərdir uzunluğu? 160-dan 80-i yeyilibsə qalıb 80 santimetr. Düzdür? Və artıq dovşan da gəlib, qalın kökə çatıb. Yəni dovşan da buradan artıq 8 ilə bunu yeməyə başlayır. Çünki qalındakı sürət 8-dir. Yəni bu heyvanın nə olmağından asılı olmayaraq. Baxın nə yazıb. Heyvanların hər ikisi normal sürəti eynidir. Yəni normal öz sürətləri eynidir. Amma nazikdə, yəni nazik kökü yeyirlərsə 16 ilə yeyirlər, qalın kökü yeyirlərsə 8 ilə yeyirlər. İndi dovşan da gəlib bura çatdısa, bu 80 santimetri, bu buradan 8 ilə, tısbağa da təbii ki 8 ilə gələcək. İndi qalan 80-i 8 və 8 qarşı-qarşıya hərəkət kimi baxacaq. 16 sürəti ilə neçə saniyə yeyəcəklər? 8 üstə gəl 8 bərabərdir 16. Yəni 80 santimetri 16 sm/saniyə sürətlə 5 saniyəyə də əlavə vaxt xərcləyib yeyəcəklər. Deməli 10 saniyə bunların hərəsinin ayrı-ayrı yediyi kök, üstə gəl 5 saniyə də bunların ortaq zamanda, yəni ortaq yeri 80 santimetrlik qalın kökü yedikləri yer. Oldu 15 saniyə. Cavab olacaq B variantı. İndi düşünə bilərsiniz ki, ay müəllim, niyə bunun sürəti axı 16 idi, niyə 8 oldu? Çünki bu artıq nazik tərəfi yeyib bitirdi, bu da qalın tərəfə keçməyə başladı. Qalın tərəfdə də sürət sadəcə 8-dir. Və cavabımız olur B variantı 15-ə bərabər. Baxırıq ikinci sualımıza. İkinci sual 2023-cü ilin MİQ qəbul sual tiplərindəndir. 4 otaqlı mənzilin ümumi 140 kvadrat metrdir. Deməli, 140 kvadrat metr ümumi sahəsi var. Qeyri-yaşayış sahəsi mənzilin 7də biridir. Qeyri-yaşayış mənzilin 7də biri. Yəni 140-ın 7də 1 hissəsidir. 140-ı 7-yə böldüm, 1-ə vurdum. Elə də 20. Deməli, qeyri-yaşayış 20 metrin kvadratıdır. Bunu bildik. Birinci otaq qeyri-yaşayışın 4də 3-üdür. Yəni 20-nin 4də 3-ü. 20-nin 4də 3-ü, 24-ə böldüm 5, 3-ə vurdum 15. Bu birinci otaq. Bu birinci otaqda
ikinci otağın 5'də 3'üdür. Yəni bu 15, 15. Nəyinsə 5'də 3'üdür. Nəyin 5'də 3 15 edir? 15'i 3'ə bölürəm, 5'ə vururam. 15'i 3'ə böləndə 5, 5'i 5'ə vuranda 25. Yazda bura 25. Üçüncü otağın sahəsi isə 4-cü otağın sahəsindən 4 kvadrat metr kiçikdir. Üçüncü otaq x-dır. Dördüncü otaq x də gəl 4'dür. Yəni 3 kiçikdir, 4 böyükdür də. Hamısında cəminə verməlidir bizə 140'ı verməlidir. Qutardı. Bunların hamısını toplayacağım. X, 2x eləyir. Üstə gəl. 20, 15, 25 və 4'ü toplayacağım. Toplayanda da 20 üstə gəl, 15 üstə gəl, 25 üstə gəl, 4 eləyir 64. Bərabərdir 140'a. 2x bərabərdir 60. 140'dan 64'ü çıxacağıq. Eləyəcək 76. X də bərabərdir. 76'nı 2'yə böləndə 38. Bizdən 4-cü otağı soruşur. 3-cü otaq olsaydı 38 olardı. 4-cü otaq isə 38 üstə gəl 4. Yəni 42'yə bərabərdir. E variantı bizim doğru cavabımızdır. İmtahanda da qarşınıza sualların cavabını tapa biləcəyiniz, yəni məsələ tipləri çox olacaq. İmtahanla bağlı qorxmayın, həyəcanlanmayın. Həyəcanınızı götürmək üçün, yəni imtahanla bağlı heç nə düşünməyin. Sadəcə imtahana hazırlaşın və 9 iyul bunu da elanı verək. 2025-ci il üçün 9 iyul saat 20:00-da imtahana həyəcansız gedəsiniz deyə sizlər üçün möhtəşəm bir canlı olacaq Ağabəyli İsaməddin YouTube kanalında. İndidən WhatsApp nömrəmizə yazıb özünüzə yer də ayıra bilərsiniz. Təbii ki, YouTube kanalımıza abunə olmusunuzsa sizə də bildiriş gələcək. Ümumiyyətlə bu qeydi aparın. 9 iyul 20:00 bu sizin imtahanda nəticənizi yüksəltmək üçün çox önəmli bir saat və gündür. Bunu unutmayın. Həmin vaxt mütləq Ağabəyli İsaməddin YouTube kanalında olun. Getdik. Aralarındakı məsafə çay boyunca 200 kilometr olan iki limandan eyni zamanda qarşı-qarşıya öz sürətləri bərabər olan iki kater yola düşdü. Deməli bizim 200 kilometrlik bir yolumuz var. Qarşı-qarşıya öz sürətləri bərabər olan 2 dənə kater yola düşdü. Çayın axma sürəti 3'dür. Çay bərabərdir 3. Kater axın əksinə 4 saata 68 gedə bilir. Deməli kater çıx çay 3'dür. Vurulsun 4 bərabərdir 68. Bu cümləni niyə verib bizə müəllim? Bu cümləni ona görə verib ki, sən katerin sürətini tapasan. Yəni 68'i 4'ə böləsən, kater çıx 3 17 eləsin. Katerdə olsun 20. Bildiyin ən rahat isə burada kater bərabərdir 20. İndi bunlar qarşı-qarşıya gəlirlərsə, biri axın ilə gəlir 20 üstə gəl 3. Sürəti axın ilə gələn nə olur? Toplanılır da. Biri də axına qarşı gəlir 20 çıx 3. Yəni birinin sürəti 23'dür. Birinin sürəti 17'dir. Qarşı-qarşıya hərəkətdə 23'dən 17'ni toplayacağım. Neçə eləyəcək? 0 yazdım, 1 yadda 40 elədi. Və 200'ü böləcəm 40'a. Eləyəcək 5 saat. Yəni bunlar 5 saatdan sonra görüşüblər. 5 saata axın ilə gələn 23 vur 5 yol gedib. Axına qarşı gələn 17 vur 5 yol gedib. 23'ü 5'ə vursan 115 eləyəcək. 17'ni 5'ə vursan eləyəcək 85. Deyir ki, biri o birisindən nə qədər çox yol getmişdi? 115 çıx 85. 30. Və yaxud da 23'dən 17'ni çıxıb da 5'ə vura bilərdiniz. Eyni cavab alacaqsınız. B variantı bizim doğru cavabımızdır. 4-cü sualımız. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınan ən kiçik rəqəmləri müxtəlif cüt ədədilə ən böyük rəqəmin hasilini tapın. Bəziləri yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda götürüb 5000, nə bilim 600 neçəsə yazır, belə şeylər yazır. Olmaz. Minliklərə qədər demir. Ay qaza gələn gördüm səni. Yüzlüklərə qədər deyir. Bax, sırf yuvarlaqlaşdırma sualında sizə məntiq gözləyəcək imtahanda. Yüzlüklərə qədər deyirsə, sən artıq elə bir ədəd yazmalısan ki, onu yüzlüyə qədər yuvarlaqlaşdıranda 6000 eləsin. Sən yazdığın versiyada isə səhv yazanlar deyirəm. Minliyə qədərdir o. Sən səhv başa düşmürsən. Yüzlüyə qədər deyirsə belə başa düşün. 100'ün yarısına qədər eləyir? 50 eləyir. Bu ədəddən 100'ün yarısını çıxın 50'ni. Eləsin 5950. Bunu yüzlüyə qədər yuvarlaqlaşdıranda həqiqətən də 6000 eləyir. Amma bizə rəqəmləri müxtəlif lazımdır deyə 5950 yox, 5960 yazacağım. 5960. Yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 6000 alınan, baxın bu 59'dur, 1 gələndə 60 olur da, belə başa düşün. 6000 olan ən kiçik rəqəmləri müxtəlif, yəni 5'ə 6 eləmə səbəbimiz odur ki, rəqəm müxtəlif olsun. Rəqəmləri müxtəlif cüt ədəd budur. 5960. Bundan ən böyük rəqəmin hasili, 9'un hasilini istəyir. 5960 vur 9. 53640.
Cavab oldu A variantına bərabər. 5-ci sual. 2018-ci ildə Əlinin atasının yaşı Əlinin yaşının 3 qatı idi. Deməli 2018 ata Əli. Əli x olanda ata 3x idi. Yazdım. 2024-cü ildə Əlinin babasının yaşı, baba da var imiş. Əlinin babasının yaşı Əlinin yaşının 4 qatı idi. 2024-də Əlinin neçə yaşı var idi? 2018-in üstərinə neçə gəlsə 24 idi, 6 gəlsə, düzdür 6 il. Demək Əlinin yaşı x üstəgəl 6 idi. 2024-də. Baba da bundan 4 dəfə çox idisə 4 vurulsun x üstəgəl 6 idi. Bu da babanın yaşı. Bəs ata nə qədər idi? Ata da 6 yaş böyüyüb 3x üstəgəl 6 olub 2024-də. Bunların hamısının yaş cəmi də 2024-də 76 idi. Qutardı. Bunların hamısını toplayacağım. 76 edəcəm. Gəlin babanın yaşını belə yazaq. 4x üstəgəl 24. Vurub açdım. Üstəgəl 3x. Üstəgəl 6. Üstəgəl x üstəgəl 6 bərabər 76-ya. 4, 3, 7. Bu da 8. 8x bərabər 76-dan 24-ü və 6-ları çıxacam. 76-dan bax bu ədədləri çıxacam ki, nə qaldığını tapım. 76 çıx 24, çıx 6, çıx 6. Elə də 40. X də bərabərdir 5-ə. Buna əsasən Əlinin 2018-ci ildəki yaşı. Əlinin 2018-dəki yaşı 5-dir. 5-in 2 misli elədi 10. Onun rəqəmləri cəmi 1 üstəgəl 0 bərabərdir 1. E variantı bizim cavabımızdır. 6. Geyim mağazasında köynəklərin satışında 2 üstəgəl 1 aksiyası keçirilir. Deməli 2 alına 1 hədiyyə aksiyası keçirilir. Bir köynəyin qiyməti 6 manat 50 qəpikdir. Sən 2 dənə köynəyin pulunu verirsən 6 manat 50 qəpikdən, yəni 13 manat. Hər 13 manata 2 üstəgəl 1, yəni 3 dənə köynək düşdü. Bir dənə də 13 manat verirsən 2 üstəgəl 1. Bir dənə də 13 manat verirsən 2 üstəgəl 1. Bir dənə də 13 manat verirsən 2 üstəgəl 1 və sən hazırda 52 manat pul vermirsən. Neçə dənə köynək almısan? 3, 3, 3, 3. 12 dənə köynək almısan. Sənə qalıb 8 manat pulun. 60 manatdan 52 manatın vermirsən, 8 manatın qalır. Şərtdə deyir ki, kampaniyadan kənarda köynək almağa icazə var. Və bu şərt nəyi göstərir? Yəni kampaniyadan sən köynəyi alandan sonra, kampaniyaya artıq düşməyəndən sonra kampaniyadan kənarda köynək ala bilirsən. Yəni bu 8 manata bir dənə də köynək düşür. O bir dənə köynək də 6 manat 50 qəpikdir axı. 6 manat 50 qəpik buna çıxıram. Bir dənə köynəyin pulunu da bura gəldim və 13 dənə köynək ala bilərəm. D variantı bizim doğru cavabımızdır. 7-ci sual. Diaqram üzrə göstərilmiş meyvələrin orta statistik nəticəsi ilə ən böyük fərqinin cəminin rəqəmləri cəmini tapın. Deməli 4, 6, 10 və 24-ün orta statistik nəticəsi, yəni medianını tapırsansa, sağda da solda da eyni sayda ədəd qalır. Ortaya 2 ədəd düşdüsə, bu ədədləri toplayıb 2-yə bölürsən, bu olur orta statistik ədəd. Bunun dərsinə gedin baxın. Moda, median, ədəd orta, bunları yazın, YouTube-da gələcək izahlarım. Və ən böyük fərq də 24-dən 4-ü çıxırıq. 24-dən 4-ü çıxanda ən böyük fərq 20 edir. Yazdım bura 20. Bunların cəmi elədi 28, rəqəmləri cəmi də elədi 10. Cavab oldu A variantına bərabər. 8. Tənliyimizi həll edək. Əvvəlcə 138-dən 98 çıxacaq. Qalacaq 3x çıx 5. Vur 4 bərabər neçə? 40. Düzdürmü? Buradan da 3x çıx 5 bərabərdir. 40-ı 4-ə böldüm 10. 3x 15, x 5. X-imiz 5-dirsə 2y üstə gəlsin 8 vurulsun 5 bərabərdir 58. 2y üstə gəlsin 40 bərabərdir 58-ə. 2y bərabərdir 18. Y bərabərdir 9. Y-in 3də 1-ini tapın. 9-un 3də 1-i elədi 3. Cavab oldu A variantına bərabər. 9-cu sualımıza baxırıq. Burada cavablara da baxa bilərsiniz. Belə də işləyə bilərsiniz. Baxın, 90 santimetrdən 60 millimetr nə deməkdir? 6 santimetr deməkdir. Yəni, bunu hamısını eyni vahidə çevirib də yaza bilərsiniz. Bu sizin seçiminizdir. Məsələn, hamısını mən santimetr elədim deyirsə, elə. Hamısını metr elədim deyirsə, elə. Fərq yoxdur. Yəni, belə də çıxa bilərsiniz. Məsələn, 60 millimetr mən görürəm ki, 6 santimetrdə düzdür. 90 santimetrdən 6 santimetr çıxanda 84 santimetr qalır. Variantlarda bu 80 desimetr yazıb səhvdir. Bu getdi. Burada 80 ilə bağlı yoxdur. B də getdi. 84 cm bilirsə 8 desimetr 4 cm-dir. Belə mən varianta baxdım. Gördüm ki, elə C variantı düzdür. Davamını da gətirə bilərəm. 10 metrdən 9 metri çıxıram.
90 desimetr 9 metrdə. 10-dan 9-u çıxanda 1 metr. Görürsünüz? 9-dan 6 çıxanda 3 kilometr. Yəni hamısını çevirib də eləyə bilərsiniz. Mənim kimi qısa da gedə bilərsiniz. Hansı rahat eləyin. Çevirmələrə aid 100 dəfə izahlar vermişik. Perimetrin rəqəmləri cəmini tapın deyir. Perimetrinin rəqəmləri cəmi. Burada ədədlərimiz biraz rahat görünmür. Bu ədəd 9-dur. Sizdə görünməsə bunu Word-də forumda düzəldərik. Bu da 3-dür. 9, 3, 12 elədir. Deməli aşağıda 12-dir. Sol tərəf 10-dursa, bu 2 dənə xəttin də cəmi nə verəcək? 10 verəcək. Yəni 12, 12, 10, 10. Cəmi 4, 44. 44-ün də rəqəm cəmi 8. A variantı bizim doğru cavabımızdır. 11. Bir işçi bir işi 4 günə yerinə yetirir. 4 günə yerinə yetirirsə 1 günə 4də 1-in yerinə yetirir. Digəri isə 12 günə yerinə yetirir. 12 günə yerinə yetirirsə 1 günə 12də 1-in yerinə yetirir. Bərabərdir. Ortaq ədədimiz nə oldu? 12. 12-ni 4-ə böldüm 3. 12-yə böldüm 1. Bu da elədir 3 üstə gəl 1. 12-də 4. İxtisar gedir 3də 1 gün. Bütöv işi tapanda nə edirdi? Tərs çevirirdi. 3də 1 gün tərs çevriləndə olur 3 gün. 3 gün bizim günləndir. Amma bizdən saatla soruşur. Şimdi neçə saata bitirərlər? 3 vurulsun 24. Bir günümüz 24 saat elədi. 72 saat. Müəllim, niyə tərsinə çevirdik bunu? Çünki 1 saatda görülən işi, 1 gündə görülən işi tapmışıqsa, 1 günə 3də 1-i görülürsə, neçə günə 3də 3-ü görürlər? Belə bir tənasüb quranda aldığımız cavab tərsinə çevrilmiş olur. 24-ə vurma səbəbimiz saatla soruşur ona görə. 12. Düzbucağının eni uzunluğunun 40%-nə bərabərdir. Sadə bir faiz sualı. 2024-də də imtahana bu formada rahat bir sual, faiz sual düşmüşdü. Uzunluğuna x deyirəm, eninə x vurulsun 40 böl 100. Yəni 0.4x deyirəm. Və bunun əvvəlcə perimetrini tapıram. Perimetr nədir? Düzbucağının eni və uzunluğunu topla, vur 2-yə, bərabərlə 42-yə, yəni perimetrə. 42-ni 2-yə böləcəm. X-in üstə 0.4x gəlsəz kalkulyatoruna, yəni x 1 deməkdir. 1-in üstə 0.4 gələndə 1.4x edir. 42-ni də 2-yə böldünüz 21. X də bərabər 21-i 1.4-ə böləcəksiniz. Görək neçə edir? Edir 15. X-imiz oldu 15. Deməli uzunluq 15-dir. Eni isə 15-in 40%-idir. Yəni 15-i kalkulyatoruna 40-a vurub 100-ə bölsən, eləyəcək 6. Bir daha deyirəm, 15-i vurdum 40-a, böldüm 100-ə. 1 15, 1 6. Sahəsi 90, 15 vur 6 eləyir. 15 vur 6, 90 eləyir. 90-ın rəqəm cəmi 9 eləyir. Cavab oldu A variantına bərabər. 13. Şagird evdən dayanacağa 12-də 8 saata. Gəlin 1 saatın 12-də 8-ini tapaq. 60-ı 12-yə böldüm. Elədir 5, 5-i 8-ə 40. Deməli, evdən dayanacağa 40 dəqiqəyə. Dayanacaqdan məktəbə bundan 4də 1 saat az vaxtda. 60-ın 4də 1-i nə qədər edir? 15 edir, düzdür? 15-in də, deməli, 40-dan da 15-i çıxıram. Əvvəlkindən 15 dəqiqə az. Eləyir 25 dəqiqə. Bu da oldu dayanacaqdan məktəbə 25 dəqiqəyə. O evdən məktəbə neçə dəqiqəyə getdi? 40 dəqiqədə 25 bərabərdir 65 dəqiqə. D variantı. 13. A qrupundakı uşaqların orta yaşı 24-dür. B qrupundakı uşaqların orta yaşı 28-dir. B-dəki uşaqlar A-dan 3 dəfə çoxdur. A-da x uşaq var, B-də 3x uşaq var. Bilirsiniz ki, ədədi ortanına saya vuranda uşaqların cəmi yaşı alınır. Yəni A qrupundakı uşaqların cəmi yaşı 24 vur x-dir. B qrupundakı uşaqların cəmi yaşı isə 28-i 3-ə vuracam. 28 vurulsun 3 eləyir 84x. Və bu iki uşaq qrupunu toplayıb böləcəm ümumi uşaqların sayına. Ədədi ortanı tapmaq üçün. Ümumi uşaq sayda bilirsiniz də x üstə gəl 3x. Yəni 4x ümumi uşaq var. Bu da eləyir 84-ün üzərinə 24 gələndə 108x bölünsün 4x bərabərdir. 108-i də 4-ə böləndə neçə eləyəcək? Eləyəcək 27. X-lar da gedir, qalır 27. C variantı bizim cavabımızdır. 15-ci sualımız 2023-ün suallarından. Yəni 2023 ən çətin olan imtahanın suallarıdır. Təbii ki, həmin imtahanda da hər il olduğu kimi rahat tipli suallar da olub. Yəni imtahan ərəfəsində xahişim odur ki, çalışın, özünüzü yormayın. İmtahan çətin olacaq, rahat olacaq, belə olacaq, elə olacaq. Bu sadəcə sizin nəticənizi aşağı salır.
Onsuz da nə olacağını siz orada görəcəksiniz və ora qədər psixoloji olaraq özünüzü möhkəm saxlayın. Yoxsa imtahanda rahat sualda yaza bilməyəcəksiniz. Televizorun qiyməti 2300 manatdır. 2300 manata telefondur. Düzdür? Və bunun qiymətini göstərən ədədin yüzlük mərtəbəsindəki rəqəm. Yüzlük mərtəbəsindəki rəqəm 3-dür. 3-ün mərtəbə qiyməti 300-ə bərabərdir. Və bu 4 dəfə çoxdursa 4-ə vurdum, elədir 1200-ə bərabər. Cavab oldu A. Yəni, bu sualın cavabını bilmək üçün sən bir Çin atasözü bilməlisən ki, Nihai konşi mərtəbə sinifi nişo. Yəni, get mərtəbə sinif dərsinə bax və belə bir sualı imtahanda əlindən buraxma. 16. Hovuzun tutumu 560 litrdir. Əla. Bu da 2023-ün suallarındandır. 7də 1 hissəsi dolur. 7də 1 hissə nə qədər edir? 80 litrdir. 80 litri dolub. Deyir ki, hovuzun 8də 5-inin dolu olması üçün, yəni 560-ın 8də 5-inin dolu olması üçün 8də 5 nə qədər edir? 350 litr edir. 350 litr dolu olması üçün nə qədər üzərinə su tökməliyik? Bunu soruşur. 350-dən 80 çıxacam, 270 litr su tökmək lazımdır. 17. Torbada 13 yaşıl, 10 mavi, 11 boz top var. 4 mavi top çıxmış olsun. Mütləq ehtimal məsələlərinə baxın. Bir sualınız ehtimaldandır. Mavilərin adını çəkirsə, mavidən başqa digər rəngləri toplayırıq. 13 yaşıl, 11 boz, üstə gəl 4 dənə də mavi. 24, üstə gəl 4, elədir 28. Cavab oldu A variantına bərabər. 18. X-in ən böyük natural qiyməti ilə ən kiçik natural qiymətinin hasilini, rəqəmləri cəmini tapın. Burada üstə gəl 3 var. Hər birindən 3 çıxacam. Bərabərsizlik dərsində bunları öyrənmişik. 28-dən 3 çıxıram, 25. Burada qalır 5x, yəni 3-lər gedir. Kiçikdir bərabərdə 60. Hər birini 5-ə böləcəm, çünki x-in yanında vur 5 var. 5 kiçikdir x, kiçikdir bərabərdə 12. İmtahanda sizə ən rahat bal gətirəcək suallardan biri bərabərsizlik olacaq. İmtahanda özünüzdə görəcəksiniz. Bu oldu 12, ən böyük qiymət. Ən kiçik qiymət də 6-dır. Bunların hasili 72, rəqəmləri cəmi 9. 7-dən 2-nin cəmi oldu 9. B variantı bizim cavabımızdır. Ay müəllim, belə rahat düşər deyirsinizsə, soruşursunuzsa, bilirəm soruşmaq istəyirsiniz, gördüm sizi. Açın əvvəlki ilin qəbul suallarına baxın. Bu qədər sadə. 19. 0.3 hissəsi 24 olan ədəd. Baxın, 10'da 3 hissəsi 24 olan ədəd tapmaq üçün 24'ü bölürəm 3'ə, vururam 10'a. Tərs əməliyyat. 24'ü 3'ə böldüm 8, 10'a vurdum 80. 80'in 25 faizi. 80'i 25'e vurub 100'ə böldüm. 80 vurulsun 25, bölünsün 100. Elədi 20. Cavabımız oldu A variantı 20'ye bərabər. 20-ci sual. 20-ci sualda mənim məsləhətim odur ki, baxın, burada tez 4'ü 8'ə bölün kalkulyatorla. Olsun 0.5. Yəni 2.7. Üstə gəl 2.5. Bax, burada 2 var, bir də 0.5. Neynədir 2.5? Çıxılsın, çıxılsın. 1'i bölün 2'ye. 1'i kalkulyatorla 2'ye bölündə 0.5 edir. Yanında da 3 var, 3.5 edir. Bərabər. 2.7. Üstə gəl 2.5. Çıxılsın 3.5. Elədir 1.7. Cavabımız oldu C variantı 1.7'ye bərabər. Mütləq bu videonun altına rəy bölməsinə neçə sualınıza doğru cavab yazdığınızı və bu sınavdan ümumi balınızın nə qədər olduğunu qeyd edin. 055 527 2599 WhatsApp nömrəsini yazaraq bu sınağı ümumi şəkildə digər fənlərin də həm izahını, həm də testlərini görə bilərsiniz. Bu və bundan əvvəlki, yəni keçən həftəki sınaq, bu iki sınaqdakı balınızı toplayıb 2'ye bölün. Sizin imtahan nəticəniz ortaya çıxmış olacaq. Təbii ki, yəni imtahan nəticəniz imtahanda da bu şəkildə işləsəz, diqqətli və s. bu nəzərə alınır. Belə, inşallah hər birinizə uğurlar. 9 iyul 2025-ci il üçün saat 20:00-da həmin canlıya baxmadan imtahana getməyin. Çox şey itirmiş olacaqsınız mütləq şəkildə. Migface Instagram hesabımızda izləyin. Orada sizlər üçün link paylaşılmış olacaq. Həmçində Ağabəyli İsamətin Instagram hesabına keçid edib imtahan qabağı keyfinizi aça bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik. Hələlik.